Fərqli perspektivlərin və dərin elmi diskursun məkanı olan müzakirəyə xoş gəlmisiniz. Yəni, bilirsən, adətən tibbi bir diaqnozdan və ya insan biologiyasından danışanda ortada həmişə mühəndislik kimi bir dəqiqlik gözləntisi olur. Hə, çox konkret bir şey axtarırıq həmişə. Ay sağ ol. Məsələn, tutaq ki, qolunu sındırırsan, xəstəxanaya gedirsən, rentgen aparatı o kələ-kötür ağ xətti ekranda göstərir və həkim sadəcə barmağı ilə işarə edib deyir ki, bax, problem məhz buradadır, sümük qırılıb. Tamamilə doğrudur. Bu ikili bir sistemdir. Çox bir mənalıdır. Sümük ya sınıqdır ya da deyil, ortası yoxdur. Bəli, çox təmizdir və insanı rahatlaşdırır düzü. Biz təbiət etibarilə hər şeyin görünən olmasını, belə kateqoriyalara bölünməsini, fiziki bir izahının olmasını sevirik. Lakin sonra neyrobiologiyanın ən dərin qatlarına, xüsusən də o yuxuların sirli dünyasına qədəm qoyursan və o rentgen aparatı sanki sıradan çıxır. Dəqiq. Sıradan çıxır. Qarşılaşdığımız mənzərə açığını desək qatı bir dumana bürünür. Hər gecə gözlərimizi bağlayanda daxil olduğumuz o qəribə otaq, yəni beynimizin bizim üçün xüsusi yaratdığı o reallıq, bəlkə də müasir elmin ən qaranlığa, ən az kəşf edilmiş sularıdır. Bu, doğrudan da nevrologiyanın ən böyük tapmacalarından biridir. Yəni, biz bilirik ki, yatırıq, bilirik ki, beyin bu müddətdə çox aktiv fəaliyyət göstərir. Amma o suların dərinliyində baş verən vizual və emosional partlayışların əsl mahiyyəti barədə hələ də qəti bir fikrə gələ bilməmişik. Məhz buna görə də bugün biz biologiyanın, nevrologiyanın və əslində bəşər tarixinin düz mərkəzində dayanan fundamental bir sualı masaya yatırırıq. Sual budur, yuxu görmənin subyektiv, vizual və emosional təcrübəsi, yəni o hər gecə gördüyümüz qəribə hekayələr, həqiqətən də funksional və mənalı bir təkamül adaptasiyasıdır, yoxsa? Yoxsa sadəcə beynin gecə texniki xidmətinin təsadüfi bir əlavə məhsuludur, bəli. Bəli, yoxsa mənasız bir ya məhsuldur. Mənim bu məsələdəki mövqeyim tamamilə aydındır. Yuxuların məzmunu və onların bizim tərəfimizdən belə subyektiv şəkildə təcrübə edilməsi sadəcə bir illüziya deyil. Bu, təhdidlərin simulyasiyası və emosional tənzimlənmə kimi həyati dərəcədə mühüm funksiyaları yerinə yetirən, təkamülün milyon illər ərzində formalaşdırdığı məqsədyönlü bir mexanizmdir. Yəni, biz yuxu görürük, çünki bu bizim sağ qalmağımız üçün vacibdir. Mən isə açığı bu məsələyə kökündən fərqli yanaşıram. İddia edirəm ki, sizin o məqsədyönlü adlandırdığınız rəngarəng, subyektiv və bəzən dəhşətli vizual hekayələr sadəcə olaraq neyroloji bir xaosun məhsuludur. Prosesin özü, yəni yaddaşın möhkəmləndirilməsi, beynin təmizlənməsi əlbəttə ki, həyata əhəmiyyət daşıyır. Hə, prosesi inkar etmirsiniz yəni. Əsla. Proses vacibdir, lakin beynimizin şuura təqdim etdiyi o ssenarilər, yəni gördüyümüz o hekayələr, yuxular heç bir məqsəd daşımır. Onlar sadəcə gecə vaxtı beyində baş verən təsadüfi elektrik aktivliyinin tamamilə mənasız bir yan məhsuludur. Yaxşı. Gəlin bu iddiaların arxasındakı mexanizmlərə baxaq. Çünki bu mənasız yan məhsul fikri beynin gecə vaxtı nümayiş etdirdiyi o mürəkkəb mühəndisliyi izah etməkdə məncə çox aciz qalır. Mənim argumentim nevrologiyada iki çox güclü sütuna əsaslanır. Birincisi, Anti-Revonsuanın təhdid simulyasiyası nəzəriyyəsi, ikincisi isə Matthew Walker'ın emosional tənzimləmə nəzəriyyəsi. Klassik funksionalist yanaşmalar. Klassik, amma işləyən yanaşmalar. Baxın, yuxular sadəcə beynin boş vaxtını keçirməsi, yaxud da arxa fonda hansısa, necə deyərlər, faylları arxivləməsi deyil. Tədqiqatlar çox aydın göstərir ki, yer kürəsindəki bütün mədəniyyətlərdə, istər New Yorkda yaşayan bir ofis işçisi olsun, istərsə də Amazon meşələrindəki bir qəbilə üzvü, yuxuların çox böyük bir qismi mənfi emosiyalardan ibarətdir. Hə, qorxu, təşviş. Bəli, qorxu, təqib edilmək, hücuma məruz qalmaq. Təkamül bu qədər böyük bir enerjini təsadüfən qorxulu hekayələr uydurmağa xərcləməzdi. Təkamül bizi elə formalaşdırıb ki, biz real həyatdakı təhlükələrə hazır olmaq üçün yuxuda intensiv məşq edirik. Bu, sözün əsl mənasında tamamilə təhlükəsiz bir virtual reallıq laboratoriyasıdır.
Virtual reallıq laboratoriyası ifadəsi çox cəlbedici səslənir, bilirsən. Amma bioloji reallıq o qədər də poetik deyil. Amma mexanizmin özü kifayət qədər poetikdir axı. REM yuxusu, yəni yuxu gördüyümüz o əsas mərhələ zamanı, beyində nə baş verdiyinə bir diqqət edin. Qorxu və emosiyaların emalı mərkəzi olan amigdala biz oyaq vəziyyətdə olduğumuz vaxta nisbətən düz 30% daha aktiv olur. 30%, bəli, hiperaktiv bir vəziyyət. Beyin od içində yanır sanki. Amma burada təkamülün ən dahiyanə detalını görürük. Beyindəki stres kimyəvisi olan norepinefrin səviyyəsi tamamilə sıfıra enir. Hə, o maraqlı detaldır. Çox maraqlıdır. Norepinefrin bizim qaç və ya vur hormonumuzdur. Qanımızda olanda biz fiziki olaraq panikaya düşürük, ürəyimiz çırpınır, REM yuxusunda isə beyin bu hormonun ifrazını qəfildən kəsir. Yəni biz beynimizin içində ən dəhşətli xatirəni və ya qorxunu yenidən yaşayırıq, o hekayəni tam şəkildə hiss edirik, amma bədənimiz bioloji stressdən tamamilə azaddır. Subyektiv təcrübənin, yəni sizin o illüziya adlandırdığınız hekayənin özü travmatik xatirələrin emosional yükünü boşaltmaq üçün çox ciddi bir terapiya funksiyası daşıyır. Bax, sizin bu amigdala və norepinefrin izahınız mexaniki baxımdan tamamilə doğrudur. Mən faktlarla mübahisə etmirəm. Lakin siz o mexanizmdən çox səhv bir nəticə çıxarırsınız. Yuxular, bioloji və təkamül baxımından desək, sadəcə bir ekran qoruyucusu, yəni screensaverdir. Mənim mövqeyim hələ 1977-ci ildə Hobson və McCarley tərəfindən irəli sürülən və müasir nevrologiyanın da bugün təsdiqlədiyi aktivasiya sintez fərziyyəsinə söykənir. Siz dediniz ki, beyin məqsədyönlü bir hekayə qurur. Amma əslində nə baş verir bilirsən? Nə baş verir? REM yuxusu zamanı beyin sütununun ən ibtidai hissələrindən biri olan pons, yuxarıya korteksə doğru tamamilə təsadüfi, xaotik elektrik siqnalları göndərir. Buna elmdə aktivasiya deyilir. Bir dəqiqə, yəni siz iddia edirsiniz ki, o rəngarəng, bəzən çox məntiqli görünən hekayələr, dramatik yuxular sadəcə o təsadüfi elektrik siqnallarıdır. Məhz belə. Çünki o təsadüfi elektrik siqnalları yuxarı çatanda başqa bir problem də yaranır. Bizim oyaq ikən məntiqi düşüncəmizə, qərar qəbul etməyimizə cavabdeh olan prefrontal korteksimiz passivləşir, yəni offline olur. Nəticə nə olur? Beynimizin o hekayə uyduran hissələri qaranlıqda ona çatan bu təsadüfi mənasız səs-küyü götürür və özünün ən yaxşı bacardığı şeyi edir. Onları bir-birinə tikərək bir məna yaratmağa sintez etməyə çalışır. Lakin əsas məqsəd heç vaxt o hekayəni yaratmaq deyil. Bəs nədir əsas məqsəd? Əsas məqsəd arxa fonda gedən yaddaşın möhkəmləndirilməsidir. Məsələn, yuxunun o digər mərhələlərindəki yuxu iynələri sleep spindles vasitəsilə hipokamp gün ərzindəki məlumatları qruplaşdırır, uzun müddətli yaddaşa köçürür. Bu mürəkkəb mühəndislik işi gedərkən şuurun fərqinə vardığı o vizual hekayə əslində sadəcə pərdə arxasında gedən neyrokimyavi xaosun mənasız təzahürüdür. Amma dayan, bir anlıq dayanaq burada. Əgər bu sadəcə təsadüfi bir səs-küydürsə və yaddaş fayllarının arxivlənməsindən yaranan sadəcə bir ekran qoruyucusudursa, niyə o səs-küy həmişə bu qədər strukturlaşdırılmış və ssenariləşdirilmiş olur? Yəni, təsadüfi yaddaş sızıntısı arqumenti yuxu məzmununun o spesifik və universal təbiətini izah etməkdə tamamilə çökür axı. Yox, heç də çökmür. Sizin strukturlaşdırılmış və ssenariləşdirilmiş dediyiniz şey əslində bizim gündəlik həyatımızın, yəni beynimizdəki ən təzə yaddaş qırıntılarının yansımasıdır. Nevrologiyada buna davamlılıq hipotezi, yəni continuity hypothesis deyirlər. İnsanlar adətən nə haqqında yuxu görür? Gündəlik qayğılar. Hə, amma Gündəlik qayğılar, bəli, qarşıdan gələn imtahanlarımız, işdəki həll olunmamış problemlər, münasibətlərimiz, daha da maraqlısı odur ki, elmdə yuxu gecikməsi effekti, dream lag effect adlanan bir fenomen var. İnsanlar tez-tez 5-7 gün əvvəl baş vermiş hadisələri yuxularında görürlər. hə, o qəribə bir gecikmədir. Niyə məhz 5-7 gün? Bu təsadüf deyil. Çünki bu, hipokampın qısa müddətli yaddaşdan uzun müddətli yaddaşa, korteksə
məlumatları köçürməsi üçün, o yolları möhkəmləndirməsi üçün lazım olan bioloji vaxtdır. Yəni, bizim o böyük məna yüklədiyimiz hekayə sadəcə bu məlumat arxitekturasının dəyişdirilməsi prosesinin, belə deyək, vizual sızıntısıdır. Bir növ kompüterdə defragmentasiya edərkən ekranda yanıb sönən o kiçik blokları izləmək kimidir. Yəni, sizin bu defragmentasiya və arxivləşmə bənzətməniz çox maraqlıdır, amma burada çox böyük bir məntiqi uçurum var. Təsəvvür edin, əgər yuxular sadəcə gün ərzində yaşanmış hadisələrin arxivlənməsidirsə, bu arxivləşmə prosesi niyə bəşəriyyətin bütün mədəniyyətlərində eyni, universal və çox vaxt qorxuducu mövzuları yaradır? Nə mənada eyni mövzular? Baxın, insanların hamısı imtahanlar barədə yuxu görmür əlbəttə. Amma dişlərin tökülməsi, yüksəklikdən yıxılmaq, ictimai yerdə çılpaq olmaq, kim tərəfindənsə təqib edilmək, bunlar bütün dünyada universal yuxu mövzularıdır. Hansı təsadüfi yaddaş köçürülməsi Yaponiyadakı bir insanla Meksikadakı bir insana eyni qəribə ssenarini izlədə bilər? Yəni, orijinal bir analogiya ilə desəm, əgər yuxular sadəcə beynin arxa fonda arxivləməsi prosesidirsə, niyə bu prosesin interfeysi həmişə bizi qorxutmaq və sınaqdan keçirmək üçün dizayn edilmiş qorxu oyunu kimi görünür? Niyə arxivləşmə prosesi komediya yox, həmişə trillerdir? Çünki insan beyninin memarlığı məhz buna meyillidir. Təsəvvür edin ki, beyniniz boş qaldıqda, yəni oyaq vaxtı heç bir xarici problemə köklənmədikdə, aktivləşən xüsusi bir şəbəkə var. Buna Default Mode Network, beynin standart vəziyyət şəbəkəsi deyilir. Biz xəyala dalanda işləyən şəbəkə. Ay sağ ol. Sən avtobusda pəncərədən baxıb xəyallara dalanda məhz bu şəbəkə işləyir. İndi prefrontal korteks offline olanda, bu şəbəkə yaddaşdakı düyünləri bir-birinə bağlamağa çalışır. Və təkamül baxımından bizim beynimiz ən çox hansı emosiyanı diqqət mərkəzində saxlayır? Təbii ki, qorxunu. Qorxunu, bəli, çünki sağ qalmaq üçün lazımdır. Dəqiq, qorxu ən dərin iz buraxan, ən tez xatırlanan emosiyadır. Beyin o təsadüfi səs-küyü mənalandırmağa çalışanda ən asan tapdığı şablonlar, yəni təqib edilmək, yıxılmaq kimi şeylər, hamısı qorxu şablonlarıdır. Amma sizin bu xüsusi dizayn edilmiş terapiya otağı ideyanızla bağlı çox daha ciddi bir problem var məncə. Nə kimi bir problem? Buyurun. Əgər yuxunun hekayəsi və məzmunu doğrudan da sizin iddia etdiyiniz kimi bizim emosiyalarımızı idarə etmək, travmaları həll etmək üçün bu qədər həyati əhəmiyyət daşıyırsa, o zaman bəzi biokimyəvi müdaxilələrin nəticələrinə necə izah verəcəksiniz? Açığı mən elə məhz biokimyəvi dəlillərin mənim mövqeyimi daha da gücləndirdiyini düşünürəm. Xüsusilə də kabuslar və travma sonrası stres pozuntusu, yəni TSSB xəstələrini burada nümunə gətirmək istəyirəm. Sizcə, TSSP xəstələrində kabuslar niyə 10 illərlə bitmir? Çünki biokimya pozulur. Bəli, amma necə? Sağlam beyində, az əvvəl qeyd etdiyim kimi, yuxu zamanı norepinefrin səviyyəsi düşür və biz o qorxulu xatirələri təhlükəsiz şəraitdə yaşayaraq emosional yükü boşaldırıq, yəni o xatirənin iti uclarını yonuruq. Amma TSSB xəstələrində bu neyroximyəvi mexanizm pozulur, stres hormonu düşmür. Beləcə, travma heç bir emosional rahatlama olmadan eyni şiddətlə təkrarlanır. Lakin burada şuurun və hekayənin gücünü göstərən mükəmməl bir müalicə növü var. İmicin məşqi terapiyası, image rehearsal therapy. Ssenarini dəyişmək praktikası. Bəli. Xəstələr oyaq ikən yuxunun ssenarisini məqsədyönlü şəkildə dəyişdirirlər. Məsələn, yuxuda onları təqib edən o qorxunc canavarı təsəvvürlərində kiçik, sevimli bir itə çevirirlər. Və bu yeni ssenarini düşünərək yuxuya daşıyırlar. Hekayə dəyişdikdə nə olur? Xəstənin travması və real həyatdakı stresi azalır. İndi siz mənə deyin, əgər hekayə sadəcə bir yan məşsuldursa, məzmunun dəyişdirilməsi niyə belə birbaşa, ölçülə bilən müalicəvi təsir göstərir? İmişləmə məşqi terapiyası həqiqətən işləyir. Bəli, mən bunu danmıram. Amma sizin prazosin adlı dərmanın necə işlədiyindən xəbəriniz varmı? Təzyiq dərmanına nəzərdə tutursunuz, prazosin. Məhz onu. Prazosin bir qan təzyiqi dərmanıdır.
O, beyin içində yalnız alfa-1 norepinefrin reseptorlarını bloklayır. Yəni, bax, bu bir psixoterapiya deyil, insanın xatirələrini, senarilərini və ya o sizin dediyiniz virtual reallıq oyununu falan dəyişmir. O, sadəcə insanın yuxu zamanı yaşayacağı fiziki panika əlamətlərini, döyünən ürəyi, yüksələn təzyiqi kimyəvi olaraq kəsir. Bədəndə fiziki panika kəsilən kimi bilirsən nə baş verir? Kabuslar dayanır. Ay sağ ol. Həmin o bitmək bilməyən, illərlə davam edən kabuslar dərhal dayanır. Deməli, hekayə o fiziki reaksiyanın səbəbi deyil, yalnız nəticəsidir. Hər şeyi idarə edən pərdə arxasındakı həmin o neyrokimyadır, yuxunun hekayəsi yox. Amma bax, bundan da böyük bir paradoks var. SSRS tipli məşhur antidepresantlar. Hə, serotonin geri alma inhibitorları. Bəli, bugün milyonlarla insan bu dərmanları qəbul edir. Bu dərmanların ən böyük yan təsirlərindən biri nədir? Onlar REM yuxusunu, yəni o sizin çox sevdiyiniz emosional simulyasiya və hekayələrin baş verdiyi mərhələni demək olar ki, tamamilə silib süpürür. Antidepresant qəbul edən insanlar o qəribə hekayələri demək olar ki, görmürlər. Yaxşı, əgər REM yuxusundakı o emosional hekayələr bizim emosional yükümüzü boşaltmaq, bizi dəli olmaqdan qorumaq üçün belə yeganə xilaskarımızdırsa, niyə REM yuxusu əlindən alınmış bu insanlar ümumiyyətlə depressiyadan qurtulur və emosional cəhətdən daha sabit olurlar? Yəni, emosional terapiya otağı yoxdursa, bunlar necə sağalırlar? Bu onu sübut edir ki, kimya hər zaman rəvayəti üstələyir. Bax, yəni sizin bu SSC nümunəniz ilk baxışda çox güclü bir zərbə kimi görünür. Düzü, bu nevrologiyanın da ən çox baş sındırdığı məsələlərdən biridir. Lakin siz o prosesin tam mənzərəsini məncə nəzərdən qaçırırsınız. Necə yəni tam mənzərəni? Gəlin görək həmin o insanlar o dərmanı dayandıranda nə baş verir. Dərman kəsilən kimi pasientlərdə çox güclü bir REM sıçrayışı, elmdə deyilən REM rebound effekti yaranır. Beyin həftələrdir, aylardır məhrum qaldığı o simulyasiya otağına sanki çox böyük bir acgözlüklə hücum edir. İnsanlar dəhşətli dərəcədə intensiv, parlaq və uzun yuxular görməyə başlayırlar. Niyə? Çünki beyin yuxu hekayələrinin yoxluğunu bir borc kimi qəbul edir. Əgər o hekayələrin və o təcrübənin heç bir əhəmiyyəti yox idisə, niyə orqanizm məhz bu prosesi telafi etmək, o borcu geri ödəmək üçün belə aqressiv bioloji reaksiya verir? Çünki orqanizm REM mərhələsinin gətirdiyi neyronal fəaliyyəti və fizioloji təmizlənməni telafi edir. O, mənasız şuurlu hekayəni yox. Yəni, beyinə o elektrik aktivliyi lazımdır. Hekayə isə sadəcə o aktivliyin işığıdır. Və əgər şuurlu təcrübənin bu qədər dəyərli olduğunu iddia edirsinizsə, gəlin məsələnin ən absurd, ən böyük bioloji ziddiyyətinə toxunaq. Yuxu amneziyasına. Yəni unudulmağımıza. Bəli, əgər bu subyektiv təcrübələr, yəni qorxunu simulyasiya etmək, sağ qalmağımız üçün bu qədər həyati əhəmiyyət daşıyırsa, o zaman mənə cavab verin. Təkamül niyə bizi onları yaşadıqdan dərhal sonra unutmağa proqramlaşdırıb? Orta hesabla bir insan ömrü boyu təxminən 100.000 fərqli yuxu görür. Biz səhər oyanırıq və cəmi 30-60 saniyə ərzində, əgər onu dərhal bir dəftərə yazmarıqsa, bu təcrübələrin 99%-i tamamilə silinir, yoxa çıxır. Hə, dərhal uçub gedir, bu faktdır. Bu yaddaşın hansısa qüsuru deyil, neyrokimyəvi bir qərardır. İndi mənə deyin, hansı ağıllı bioloji sistem bizim həyatda qalmağımız üçün həyati vacib olan bir simulyasiyanı, yəni dərsliyi bitən kimi dərhal zibil qutusuna atar? Bu, subyektiv təcrübənin tamamilə lazımsız bir illüziya, fəlsəfi dillə desək, epifenomen, yəni heç bir təsiri olmayan kənar təsir olduğunu sübut edən ən təksib edilməz faktdır. Təkamül sadəcə əldə edilən fiziki yaddaşla maraqlanır. Uydurulan senariya isə onun vecinə deyil, ona görə də onu saxlamır. Amneziya arqumentiniz doğrudan da çox cəlbedicidir, amma mən bunu tamamilə fərqli bir çərçivəyə salardım açığı. Unutmaq sizin dediyiniz kimi sistemin xətası və ya təcrübənin mənasızlığının sübutu deyil. Əksinə, yuxu amneziyası beynin mükəmməl dizayn edilmiş, bizi sözün əsl mənasında dəli olmaqdan xilas edən qoruyucu bir funksiyasıdır. Necə yəni qoruyucu funksiyasıdır? Bir anlıq təsəvvür edin, yuxu zamanı beyin köhnə xatirələri təhlil edir, onları yenidən paketləyir, o qorxuları sınaqdan keçirir.
Əgər beyin bunu edərkən yaranan o yeni, son dərəcə inandırıcı, parlaq və qarışıq yuxu xatirələrini də olduğu kimi bizim oyaq uzunmüddətli yaddaşımıza həkk etsəydi, nə baş verərdi? Bizim yaddaş sistemimizdə sonsuz bir xaos yaranmazdımı? İnsanlar reallıqla yuxunu qətiyyən fərqləndirə bilməzdilər. Yəni, yaddaşlar bir-birinə qarışardı. Tamamilə. Təsəvvür edin, qədim əcdadlarımız mağaradan çıxanda dostunun ona xəyanət etdiyini xatırlayardı, lakin bunun dünənki real ovda yoxsa gecəki yuxuda baş verdiyini əsla fərqləndirə bilməzdi. Yuxunu xatırlamamaq beynin xatirələrin bir-birinə qarışmasının qarşısını alan o mükəmməl qoruyucu divarıdır. Təcrübə isə o gecə yaşandığı, o qorxu o anda simulyasiya edildiyi üçün öz nevroloji məqsədinə zaten çatmış olur. Və bunun sadəcə təsadüfi mənasız bir səs-küy olmadığını, əksinə mürəkkəb bir təkrar emal prosesi olduğunu sübut etmək üçün 2001-ci ildə MIT-də tədqiqatçılar Wilson və Lowy tərəfindən aparılan o məşhur Siçovul və labirint təcrübəsini xatırlatmaq istəyirəm. O hipokampdakı neyronların atəşlənmə ardıcıllığını ölçən təcrübəni deyirsən, eləmi? Ay sağ ol, tam olaraq o. Təcrübənin mürəkkəbliyinə baxın. Siçovullar oyaq ikən yemək tapmaq üçün dairəvi bir labirintdə qaçırlar. Tədqiqatçılar isə heyvanın beyninə qoşulan cihazlarla fərdi neyronların fəaliyyətini, yəni hansı neyronun hansı saniyədə atəşləndiyini qeydə alırlar. Sonra heyvanlar yatır və REM yuxusuna keçirlər və bilirsən nə baş verir? Eyni neyronlar aktivləşir. Bəli, həmin o qeydə alınan neyronlar eyni tezlikdə, eyni ardıcıllıqla yenidən atəşlənir. Amma bu sadəcə bir əks-səda deyil. Siçuvallar sadəcə yatmırdılar. Onlar labirint təcrübəsini eyni arxitekturayla zehinlərində təkrar oynadırdılar. Elmdə buna replay deyirlər. Bəzən bu təkrar oynatma oyaq vaxtı nisbətən daha sürətli gedirdi. İndi, əgər yuxular sadəcə təsadüfi pons siqnalları və prefrontal korteksin offline olmasından yaranan xaotik vizuallardırsa, heyvanlarda niyə bu cür mürəkkəb, bu qədər dəqiqliklə təkrar olunan bir simulyasiya prosesi var? Bu qədər riyazi dəqiqlik əsla təsadüf ola bilməz axı. Şuurun yuxu halında mövcudluğu bizim öyrənmə prosesimizin birbaşa mərkəzindədir. Yəni, Siçovul təcrübəsi həqiqətən də yaddaşın fiziki olaraq neyronlar arasında necə köçürüldüyünü və pekişdirildiyini sübut edən qüsursuz, belə deyək, inqilabi bir elmi işdir. Mən bunu qətiyyən inkar etmirəm. Amma baxın, siz bir elmi faktı götürüb onu fəlsəfi bir fərziyyə ilə çox pis qarışdırırsınız. Neyronların eyni ardıcıllıqla atəşlənməsi heyvanın məlumatı emal etdiyini, o yolları gücləndirdiyini göstərir. Bəli, labirint məlumatı yaddaşda möhkəmlənir. Amma bu heç də o demək deyil ki, Siçovul o məlumatı köçürərkən mütləq şəkildə beynin içində Hollywood filmi kimi bir illüziya izləməyə ehtiyac duyur. Mütləq şəkildə bir ssenari var orada da. Bax, sizinlə mənim aramızdakı o qırılma nöqtəsi elə məhz buradadır. Siz deyirsiniz ki, o vizual hekayə, subyektiv təcrübə o qədər vacibdir ki, onsuz öyrənmə və ya emosional terapiya baş verə bilməz. Mən isə fəlsəfədə və kognitiv elmdə çətin şuur problemi, hard problem of consciousness adlandırılan məsələni xatırladıram. Süni intellektə baxın bir anlıq. Bir kompüter alqoritmi çox mürəkkəb bir labirint həllini öyrənəndə, gecə arxa fonda milyardlarla riyazi ağırlığı dəyişdirəndə o yuxu görürmü? Xeyr, görmür. Qorxurmu o? Xeyr, hər hansı bir fiziki proses istər qorxunun azalması olsun, istərsə də labirintin öyrənilməsi heç bir subyektiv təcrübə, heç bir hekayə olmadan da qaranlıqda mükəmməl şəkildə həyata keçə bilər. Beynimiz də eyni şeyi edir, yaddaşı köçürür. Lakin beynin o hekayə uydurmağa meyilli böyük korteksi işsiz qaldığı üçün sadəcə yaranan elektrik axınından öz-özünə şəkilli bir kitab oxumağa başlayır. Yəni, sizin bu mənasız şəkilləri terapiya otağı adlandırmağınız, mühərrikin çıxardığı gurultulu səsə maşının irəli getməsinin əsas səbəbi demək kimidir. Səs sadəcə mühərrikin işləməsinin əlavə təzahürüdür. Maşını hərəkət etdirən səs deyil, daxildə yanan o yanacaqdır.
Yəni bu mühərrik səsi bənzətməsi vizual olaraq qəşəngdir, inandırıcı səslənir, lakin insan təcrübəsinin ağırlığını və o yuxuların şuurlu təbiətini izah etməkdə çox bəsit qalır. Yuxuların subyektiv təcrübəsi sadəcə fona sızan bir kənar səs, mühərrikin gurultusu deyil. O bizim şəxsiyyətimizi, qorxularımızı və qərarlarımızı aktiv şəkildə formalaşdıran çox dinamik bir məkandır. Sizcə o dinamikliyə biz necə təsir edirik? Çox sadə. Sizə görə mühərrik işləyir və biz sadəcə çıxan tüstünü görürük. Amma xatırlayın ki, lucid dreaming, yəni aydın yuxular deyilən çox real və elmi olaraq sübut edilmiş bir fenomen var. Bu vəziyyətdə insan yuxuda olduğunu bilir, hekayəyə müdaxilə edir və qərarlar qəbul edə bilir. Əgər bu sadəcə mənasız bir mühərrik səsidirsə, biz necə şuurlu şəkildə o səsin içinə girib avtomobili sürməyə, ssenarini dəyişməyə başlaya bilirik? Lucid Dreaming doğrudan da unikal bir haldır, amma Bütün bunları nəzərə alanda, yəni mənim mövqeyim öz gücünü qoruyur. Yuxuların subyektiv təcrübəsi bizim bioloji və psixoloji xilaskarımızdır. Bu qəribə vizual hekayələr beynin böyük zəhmətlə, bütün bədəni iflic edərək, enerjisini maksimuma qaldıraraq qurduğu məqsədyönlü bir simulyasiya və emosional terapiya otağıdır. Bizim bəşəriyyət olaraq travmalara rəğmən ayaqda qalmağımız elə hər gecə otaqdakı o mürəkkəb məşqlərdən keçir. Mən isə prosesin vacibliyini təsdiqləməklə yanaşı öz əsas tezisimdə qalıram. Bəli, fiziki və neyrokimyəvi yuxu prosesi həyati əhəmiyyət daşıyır. Məsələn, biz bilirik ki, yuxu zamanı beynin limfatik sistemi açılır, beyin hüceyrələrinin arasındakı o zəhərli zülalları, Alzheimer kimi xəstəliklərə səbəb ola biləcək tullantıları fiziki olaraq yuyub aparır. Yaddaşın arxivlənməsi, neyronların bərpası, bütün bunlar REM və digər mərhələləri bioloji cəhətdən əvəz edilməz edir. Düzdür, bunlar çox vacib bioloji mexanizmlərdir. Amma bax, mühərrik səsini maşının hərəkətverici qüvvəsi hesab etməməliyik. O yatarkən gördüyümüz və bizi gah güldürüb, gah da dəhşətə salan, səhər oyanan kimi də dərhal unutduğumuz vizual illüziyalar var ha, onlar sadəcə Default Mode Network-ın reallıqdan qopmuş halda yersiz hekayə uydurma cəhdidir. Onlar sadəcə pəncərədən görünən o mənzərədir, mexanizmin özü deyil. Bununla belə, düşünürəm ki, bugünkü söhbətimizin mərkəzində bir ortaq məxrəc var. Hər ikimiz qəbul edirik ki, REM yuxusu heyvanlar aləmində milyonlarla ildir paylaşılan, oyaq vəziyyətdəki kimi böyük bir enerji və beyin aktivliyi tələb edən qədim və çox həyati bir bioloji prosesdir. Mütləq. Bu məsələdə biz tam razıyıq. Beyin yatarkən dayanmır. Əksinə, tam gücü ilə, bəzən oyaq vaxtından da daha yüksək sürətdə işləyir. Bizim ixtilafımız sadəcə şuurun rolu ətrafındadır. Yəni, təcrübə, o hekayə niyə var, sualı üzərində qurulub bu müzakirə. Və görünür ki, elmin o böyük fəlsəfi divarı olan çətin şuur problemi hələ də öz həllini tapmamış qalır. Bizi idarə edən o arxa plandakı ximiyadır, yoxsa o ximiyanın yaratdığı təcrübənin özü. Bugün burada biz hansısa bir tərəfi mütləq qalib elan etməyəcəyik əlbəttə ki. Bu tapmacanın həllini, fərqli fərziyyələrin təqdim etdiyi mənzərəni biz hörmətli dinləyicilərimizin intellektual mühakiməsinə buraxırıq. Söhbətimizin lap əvvəlində o tibbi diaqnozdakı dəqiq rentgen aparatı və sınıq sümük metaforasından bəhs etmişdik. İndi çox aydın olur ki, beynin o qaranlıq sularına endikdə, o dumanlı mənzərəyə baxdıqda, elm bizə yalnız qaranlıqda işıq saçan fərqli neyronları, artan və azalan hormonları göstərir. Bəli, kimyanın fiziki izlərini. Düzdür, ancaq o işıqların hansı emosiyanı, hansı gizli xatirəni oyatdığını və niyə məhz o qorxunc hekayəni yaratdığını hələ də tam olaraq ölçə bilmirik. Bəlkə də bu gecə yuxuya gedəndə beyninizin sizi dəvət etdiyi o qəribə virtual otaqda gözlərinizi bağlayanda, gördüklərinizin sadəcə mühərrikin tüstüsü, yoxsa ruhunuzun, psixologiyanızın davamiyyəti üçün dayanmadan işləyən vacib bir terapiya maşını olduğunu bir də düşünməlisiniz. Söhbətimizi dinlədiyiniz üçün təşəkkürlər.